Mən Tacirda Samir Türyanoğlu 2020-ci il sentyabr 20-də könüllü olaraq döyüşlərə qoşulmuşam. Bu könüllü olaraq döyüşlərə qoşulmamın səbəbkarı milli qəhrəmanımız General-Mayor Polad Təşmov qəhrəmanla şəhid olan zaman qisas intiqam hissi olaraq könüllü olaraq döyüşlərə qoşulmuşuq. Səfərbərlikdə keçmişik qeydiyyatdan ki, biz hazırıq torpaqlarımızı almağa, qisas istəyirik, intiqam istəyirik. O da Allah bizə nəsib elədi, şükür Allah, 2020-ci ildə, sentyabr 20-də könüllü yazıldığım üçün səfərbərliyə çağırıldım və orada sonra qoşulub ilk gündə təlimlərdə iştirak elədik. Ondan sonra sentyabr 27-si 6 ilində geçləmiş döyüşlərə qoşulduq, döyüşlərə başladıq. Hansı istiqamətdə başladı? İlk onda Kərbəla istiqamətində başladıq döyüşlərə. 3 gün onda döyüşlərdə iştirak etdikdən sonra bizim hər bir qrupa müəyyən bir görevlər, müəyyən bir tapşırıqlar gəldi. Hansı qismdə iştirak edirdin? İştirak etdiyim kəşfiyyat atıcı idim. Ümumiyyətlə təlimlərdə də məharətlə iştirak etdiyim üçün də bu görevi mənə verdilər, tapşırıq verdilər mənə. Ondan sonra Kərbəla istiqamətində döyüşdən sonra bizi verdilər Talaşkənd, Suqovuşan və son döyüşümüzdə Ağdərə rayon istiqamət döyüşlərdə oldu. Döyüşlər hamısı çətin idi. Çox qabaq-qabaq döyüşlərə girdik. Amma ən çətin döyüşlərimiz Ağdərə rayon istiqamətində oldu. Çünki meşə ərazisi olduğu üçün elə kamuflaj olmuşdular ki, onların düşməni görmək çətin idi. Həm də onların neçə doğru olduqları üçün bütün dağın, dərənin, meşənin hər bir şəraitini, hər bir şeyi bilirdilər. Bizim çətinliyimiz Ağdərə rayon istiqamətində oldu. Buna baxmayaraq amma qəhrəmancasına döyüşdük. Şəhid dostlarım oldu, Allah sizə rəhmət eləsin. Qazi yoldaşlarım oldu, Allah onlara can sağlığı versin. Hansı döyüşü xüsusilə, hansı döyüşləri xüsusilə xatırlayırsınız ki, onu da bilmirsiniz bugün də? Oktyabrın 1-i olaraq, Oktyabrın 1-i Ağdərə rayon istiqamətində beton postu ilə əraziyə hücuma keçdik və orada çox döyüş yoldaşlarımız şəhid oldu. Mühasirəyə düşdük və mühasirəyə düşən zaman artıq son idi bizim üçün. Hamı kəlmə şəhid gətirdi, çünki mühasirəyə çıxma ehtimalımız yox idi. Və o zamana ki, mənim valideynlərim də, atam, anam da mənim döyüşdə olduğumdan xəbər olmayıblar. Təlimdə olduqlarımı, müəyyən hansısa bir qıraq bir rayonda, qıraq bir kənddə, hansısa bir kazarmada və ya postda olduqlarını, hərbi hissədə olduqlarını biliblər. Amma döyüşdə olduqlarımı, ateşin, bomba... Həm də ən ağır döyüşdə olduğumuzdan xəbərdar olmayıblar. Atamı yığdım və son söz olaraq ona hər şeyi artıq açıq demək məcburiyyətində qaldım ki, yəni bu sondur artıq mənim üçün. Çünki mühasirədəyik. Orada da yəni atış şuşanlıq güclü şəkildə, bu səsdə də telefonda hiss olunurdu. Dedim və son arzumdur ki, mənim övladlarımı, bir qızım, bir oğlum var, onlara yaxşı baxasan, mən korluq görməsinlər, çətinlik çəkməsinlər. Son vəsimi deyək də, vəsimi elədim, sonradan adını verdim. Sonra bizdə həmin döyüş vaxtı bizdən biraz yaşlı böyük bir zabit heyət var idi yanımızda. Onun bir ağlı bir fikir oldu ki, yəni bir son çıxış yolu olaraq biz dağın ətəyindən, dərədən tullanıb canımızı qutara bilərik. Çünki mühasirədə qalmışıq, döyüşüb heç bir nəticə əldə edə bilməyik. Çünki biz ona ölməyə yox, öldürməyə getmişik. Yəni ölmək üçün getməmişik. Biz öldürüb torpaqlarımı azad etmək üçün getmişik biz ona. Onun dediyini elədik. Bu momentdə dərədən atılan zaman mənim silahım düşdü. Silahım düşəndə 20-25 dəqiqə ərzində neytral ərazidə keçib öz postuma qayıtmalıyam. Bu zaman düşündüm ki, mən silahsız əsirəm, neyiniyim? Sonra silahımı bir tərəf etməsə düşdüm. Yumalanıb təzədən düşdüm aşağı yola. Gördüm o momentdə Yevlaxdan bizim bir döyüş yoldaşımız var idi, Fərqan adında. O orada qalıb, oturub ətəkdə ayaq nahiyəsindən, ombadan ayaq nahiyəsindən F1-in bu qumbartanın qəlpələri zədələmişdi onu. Dedim, gəl səni mən çıxardacam. O zaman o mənim təlim vaxtında məni tanıyırdı. Dedi, sən 2 uşağın var, sən məni görə qalma burada. Temon ona da bizim gəlirdilər, bizim arxamızda düşmən. Dedi, sən qayıt get, dedim, yox da, yəni mən sən burada vicdanım ona yol verməm, mən sən burada qoya bilmərəm da. Birtər israrla onu aldım, bir qolunu atdı çiynimə. Silahı verdiniz əlinə, yoxsa? Silahı verdim ki, sən heç olmasa meşəyə bax ki, kimsə gəlsə eləsə, atış aç ki, tam da yəni bizim yaralı olduğumuz bilib, hamam bizi vurmasınlar, ya bizi əsir almasınlar.
O zaman o qanaxmadan o huşsuz vəziyyətdə, yəni halını itirmiş idi. Yəni deyir, mən gözüm heç nə görmür. Çaşıb özümü də vura bilərəm, hər şey eləyə bilərəm da. Elə bir çətinliklə, zülümlə, gah meşəyə baxa-baxa, gah ərazidə mina ərazi idi. Ayağımız altına baxa-baxa elə onu da xilas elədim. Çiyinlərində. Onun çiynimi alıb, özümü də onunla xilas elədim. Nə qədər vaxtda təxminən çiyinlərində, bir əlində avtomat, kürəyində yaralı dostun gəlib deyək ki, mühasirədən çıxa bildin? Təsəvvür edin ki, ərazi həmin vaxtda çiskin, duman, yağış da var idi. Orada da torpaqları sarı palçıq kimi olmuşdu. Yəni patinkanı ayırmaq olmurdu palçıqdan. 25 dəqiqə yaxın ərazini piyada getmişik biz. Neytadan keçmişik. Sadəcə yəni qurban olduğum şəhidlik yazmamışdı. Yəni bizi qorudu. Atamıza, anamıza bağışladı. Yəni belə də yəni sağ-salamat gəldik. Dostumu da təhvil verdim ora. Onu apardılar təcili yardımla xəstəxanaya. Mən öz döyüş mövqeyimdə təzədən qaldım. Öz aldığımız postu oturdum mühafizəsində. Mühasirədən çıxacağınıza inanmırdı. Çıxdıqdan sonra onun təəssüratları nə idi? Təəssüratları bu idi ki, həqiqətən də çünki elə moment idi ki, mən heç bir dostumu, düşmanı qınamıram da. Yəni o hamı canında bir qorxu, biraz qəribə bir şeydir. Sadəcə dedi ki, heç kim məni aparmadı, sən qaldın. Dedim, burada bir anlayış var ki, yəni ölüm yazılıbsa qaçış yoxdur. Sadəcə dedi ki, Allah yerdə sənə borçluyam. Dedim, mən kim olsa eləyərdi. Yəni dedim, vallahi hamı gəldi, heç kim məni aparmadı, amma sən apardın. Dedim, sən də mənim döyüş yoldaşımızam. Mən vətənə borcum, sənə də borcum var ki, səni xilas eləmək, səni neytrada qoymamaq. Biz öz döyüş yoldaşlarına söz vermişdik ki, birimiz yaralanarsa, şəhid olaraqsa, onu neytrada qoymaq olmaz. Yəni nəşi oldu, yəni şəhidimiz olur, şəhidimizin götür, gətir. Neytrada qoymaq. Yaralıq bacadığın qədər gətir ki, onu bəlkə biz köməyimiz dəysə, bəlkə həyata qaytıra bildik. Belə. Samir, sən özün də ağır yaralanmışsan, elə o böyük, çətin döyüşlərin birində. İstərdim ki, bir neçə kəlmə ilə həmin döyüşü də xatırlayardın. Necə oldu, harda oldu? Oktyabrın 15-i idi. Biz elə ki, bizi kəşfiyyat qrupunda ən öndə qrup biz idi. Çünki bizdən öncə həmlə qrupu var idi. Həmlə qrupu da Kəlbəcər şəhid olduğu üçün bizi onunla əvəz edici vermişdilər ki, siz daha biraz qabaqda olun, daha biraz dünya görüşünüz çoxdur, yaşınız çoxdur, biraz təcrübəniz çoxdur, bizə lazımsınız kəşfiyyatçı olaraq. Elə bir ki, saat oktyabr 15-i gecə 1-dən 3-ə Karol çıxırdı. Hansı istiqamət idi? Həmin Ağdərə, Ağçuk kəndinin bir ərazi var, beton postdan aşağısında. O istiqamətdə biz onlardan post almışdıq. Vişka post edən bir ərazi idi. Biz onu posta almışdıq onlardan. İndi o postu almaqdan ötürü nə və şəhid qanı var idi, nə və yaralı canı var idi orada. Biz orada o postu qoruyub canımız bağısına saxlamalıydıq. 15-i, oktyabr 15-i 2020-ci ildə gecə 1-dən 3-ə Karol çıxdım. Məsələn, səhər ayıldım, gün üçün narahatdım. Məsələn, bir gərginlik var qəlbimdə də. O, bəlkə insana agah olur, o başına gələcək hadisələr. Düşman tərəfi də iki istiqamətdə, iki cür minamyot atırdı. Bir, öldürmək niyyəti ilə, bir də qorxutmaq niyyəti ilə. Məsələn, meşəyə atırdı, dağa dərəyə düşürdü. Bilirdin ki, bu elə belə atır. Gördün ki, bunlar yavaş atış nişanını çoxaldılar. Minamyotun altısı birdən gəlib yavaş-yavaş. Getdi öz səngərimizə. Qabaqda da bizim səngərdir. Elə düşmən bizim səngəri alarsa əgər, sanki post artıq onlarındır. Çünki bir erməni əskəri səngərə düşəndə, orada səngərdə qarşı, səngərdən bu səngər atanda səngər qarşılığı düşür. Hamı bir-birini atır, çaşbaşlıq yaradır. Bu da artıq fəlakət. Artıq post düşmənin əlindədir. Biz də canımız bahasına olaraq 8 nəfər mənim döyüş yoldaşlarım idi. Durduq o səngərdə. O səngərdə duranda da bizdə də ərazi, ətraf ərazi ətək, minamyotdur. Sadəcə bir dənə cığı kəşfiyyat bizim cığırımızdır. Bir dənə yol idi. Demək ki, brigada tağım yolla gedəndə kəşfiyyat meşənin içinə gedirdi. İki istiqaməti hücum eləməkdən ötürü. Mənim o şəhid yoldaşlarım Nərman idi, Uğur idi, Atiq idi, Nicat idi. Buna mənlər ki, sənin ola bilsin ki, sizin cığırdan onlar çıxa bilərlər. Biz səngərdəyik hamımız. Bizi çıxarırlar cığırdan. Bizim səngərdə bizi hamımızı öldürərlər. Dedim ki, o cığırı biz ərazi minalamışıq da, onlar tapa bilməzlər o cığırı. Yəni, narahatçıq əsas yoxdur. Sadəcə minamyotdan özünüzü qoruyun. Minamyot düşürdü, təzədən müşahidə eləmək üçün biz səngərdə meşəyə atırdıq. Məsələn, nəzarət edirdik ki, pexot onların piyadaları səngərə girməyə cəhd eləməsinlər. Bir dəfə, iki dəfə, üç dəfə bu 4 şəhid dostum
dedilər ki, sən ged ora bax, oradan çıxar, oradan çıxar. Mən dedim ki, ora açıq mövqedir də, mən ora göndərirsiniz. Mən ora getdiyimdə minamoyotun qəlpəsi bədənimi dərib deş etməyə bir dəqiqə vaxt getməyəcək heç olmasa. Yəni mənim ona göndərməyin ora. Çox isrardan sonra dedim ki, mən gedirəm ora, yaxşı. Mən öz durduğum səngər yerimi tərk elədim. Yoğun bir ağacın dibində öz mövqe tutdum bu formada. Aşağı meşəyə baxıram ki, onların pixodası o cığından taparsa gəl cığırı, o cığından çıxmasınlar. Bir dəqiqə yarım vaxt keçdi. Bir dəqiqə yarımdan sonra minomyotun gəldi qəlpəsi, minomyotun ateşi də səngərin tininə dəydi. Elə yarı boyu minomyotun da elə bir ki, gül kimi açır. Düşür, gül kimi açır, düzəlir sonra minomyotun qəlpələri. Bu format bütün şeyi, qəlpəni, yarı qəlpəni səngər boyu verir. O zaman da mənim lapatqanın arxasına kürəyimdən girdi. Bu da boyun nahiyəmdən çıxdı qəlbə. Bir də ayağımdan yara ət aparıb. O zaman da mənim tutulladı, qolum düşdü qabağıma. Qolum qabağıma tönə edim ki, qolumun üzdü. Qolumun üz olanda dedim ki, heç olmasa bir ümid daha, dikişdirməsə bir şey gələm, ölmərəm sağ qalmağın niyyətində də. Gördüm ki, qolum gəlmir. Amma sadəcə bu nahiyədən bura kimi heç nə hiss eləmirəm. Keydir yəni. Sadəcə çöndüm, döyüş yoldaşlarım hamısı şəhid olmuş. Ondan sonra başladıq biz də elə bir ki, ateş açmaq, meşəyə tək qalmışdı. Başladım meşəyə atış açmağa. Başladım 3-5 güllə atmağa. Bir məqaziyyə başladıqdan sonra bizim kəşfiyyatımız, uşaqlarımız gəldi köməyə. Kömək gələndən sonra artıq mən o səngərdən çıxdım. Onlar səngər artıq etibarı əllərdəydi. Artıq erməninin bura girməyi mümkün deyildi. Gəldim və orada bizim yaralılar üçün bir məntəqə var. Gəldim orada ki, müəyyən bir ilkin tibbi yardım görməyə görə. Çox uşaqlarımız faciəli yaralanmışdı. Orada sən həkimə dedim ki, mənə ağrı-kəsici dərman nə verə bilərsən, ağrılarım artıb, dayana bilmirəm, dözə bilmirəm ağrılara. Bu da ki, 2 dənə morfinim qalıb, 2 dənə. 2 dənə ağrı-kəsici iynəm qalıb. Orada da 2 dənə uşaq vardı, yəni qolu şeydən üzmüşdü, siynindən üzmüşdü, minomyotun qəlpəsi. Sadəcə onların ağrıladığımı dedim ki, onlara oynanı vur, mən bir tər dözərəm. Elə oldu, bizdə də elə 3 yol toplanış məntəqəsindən bizim posta qədər ərazi, aslında bir 28 dəqiqəlik yoldur, neytral ərazidir. Orada da Santeka gələ bilmir. Çünki erməni düşmənlər oranı vururdular. Elə dedik ki, bir dənə yol risk eləyib, neytrala keçib Santeka özünü çatdırmaq. Çünki Santekanın həqiqətən gəlməyə heç bir şansı yox idi. Çünki gələn kimi həmən vuracaqdılar onu. O havaydan orada da bizim həkimlərimiz şəhid olacaq. Birtəhər sol qolum, amma bu qol hələ də şey açılmıyıb da, halsızlığı yavaş-yavaş gəlir. Silah sol qoluma belə söykəyib, meşəyə baxa-baxa, ayaqlarını sütlə düşürəm aşağı. Artıq üst yola toplanış məntəqəyə düşəndə Santeka məni qoydu maşına, bu 40-45 dəqiqədə Naftalana kimi getmişim. Naftalanda artıq, Naftalanda qoçbakidən kimi qanaxman başladı. Həmən sadar əməliyyata mənim qəlpələr çıxartdılar, köprü sümükləri hələ qəlpələr qaldı, onları çıxardanmadılar ki, sinirə toxunub mənim gələcək həyatımda problem ola bildiyi üçün ona dəymədilər. Yəni illər keçməyinə baxmayaraq o xatirələr yəqin ki sizi yalnız buraxmır, hətta bəlkə də gecələr yuxularınıza hakim kəsir, elədimi? Təbii ki, o xatirələr sonu necə bütün torpaqlarını azad etdik, bütün məcbur köçünlərimiz hamısı öz torpaqlarına qayıdır. Bu sevinç vericidir. Sadəcə qürur verici bir hissdir. Sadəcə çiyin-çiyinə döyüşün yoldaşları itirmək, onların məzarına dərdləşmək biraz ağırdır. Yəni, bunu insan həzm edə bilmir. Yəni, ha istəyirsən unutmaq mümkün deyil. Gelirsən onların məzarlarla danışırsan, dərdləşirsən, onların arzuları var idi, xəyalları var idi. Bugün onlar onu görürəm. Düz onların mövqeyi uca mövqeyidir, qurban olduğum Allah sevdiyi bəndələrin hamısının yanına çəkil aparır. Onlara şəhidlik qismət edir.